OTQ blok sınağından bir sualın izahına baxaq. Bu sualda səhvlər çox olmuşdur. Amonimliyi olmayan frazeoloji birləşməni müəyyən edin. Biz bəzi frazeoloji birləşmələrin mənalarını bilsək də, bəzilərinin mənalarını bilmirik ya da bir mənasını bilirik. Bu zaman lüğətdən istifadə etmək çox faydalıdır. Çünki lüğətdə artıq həmin amonimlərin, daha doğrusu frazeoloji birləşmələrin amonimliyi göstərir. Əgər rəqəm amonimdirsə rəqəmlərlə göstərilir, əgər amonim deyilsə tək mənası verilir. Bu sözlərin, baxın, ürək yanmaq, ələ baxmaq, əldən çıxarmaq, dilindən çıxmaq, dil açmaq ifadələrini hər birini mən şəklini çəkmişəm. Bunlar üzərində izah edirəm və siz də qeydlərinizi götürməyi unutmayın. Birinci, dil açmaq. Dil açmaq sözünün görürük ki, elə iki mənası verilib, deməli amonimdir. İlk dəfə danışmağa başlamaq, uşaq dil açdı. Dinmək, dərdini söyləmək, yalvarmaq, xahiş etmək. Onu qeyd edim ki, uşaqlar, dil açmaq ifadəsi keçən buraxılışlarda mətin sualına düşmüşdü, hətta açıq sualı idi. Onu da qeyd edim. Keçək digər birləşməyə. Əldən çıxarmaq. Əldən çıxarmaq birləşməsinin görürük 3 dənə mənası var. Qaçırmaq, qaçmaqda imkan vermək, əldən buraxmaq, əldən qaçırmaq, köhnəltmək, üzmək, dağıtmaq, bir işi görüb qurtarmaq, tamamlamaq. Ürək yanmaq. Ürək yanmaq ifadəsini çoxu bilir. İstəmək, acımaq, rəhmi gəlmək, yazığı gəlmək və s. İkinci mənası bərk susamaq, dilindən çıxmaq. Çoxu şagirdlərimiz bu cavabı yazıb, amma bu da amonimdir. Söz vermək, dediyi sözü yerinə yetirmək, məcbur olmaq. 2. Bir şey istəmədən demək. Bu da amonimdir. Artıq yəqin yadınıza saxlayarsınız, əzbərləyərsiniz. Bizim cavabımız, yəni bu sualın cavabı amonim olmayan frazeoloji birləşmə ələ baxmaq ifadəsidir. Möhtac olmaq, maddi cəhətdən başqasına asılı olmaq. Görürük ki, burada rəqəmlər yoxdur, elə bir mənası göstərilib. Deməli, bu birləşmə amonim deyil.